Əgər siz yeni ana olmusunuzsa və ya südəmər övladınız varsa, mən sizə bir şey demək istəyirəm. Bilirsiniz, biz dünyaya birinci dəfədir gəlmişik və heç kim bizim əlimizə bir kitabça təqdim etmir ki, bu cür davranmalısan, filan situasiya ilə qarşılaşacaqsan, bu cür hadisə baş verəcək, onda belə reaksiya ver. Sadəcə biz əsrlər boyu müəyyən əxlaq və etik kodekslər formalaşıb gəlib bizə çatıb. Biz bunları bilirik. Amma hadisələrin incəliyini, kim hansı hadisə ilə qarşılaşacaq, burada necə rəftar edəcəyimiz haqqında bir göstəriş əlimizdə, bir bildiriş əlimizdə yoxdur. Ona görə də biz ideal insan ola bilmirik. İdeal olmayan insan isə təbii ki, ideal valideyn ola bilmir, ideal həyat yoldaşı ola bilmir, ideal övlad ola bilmir və s. Bəzi səhvləri özünüzə bağışlayın. Bəzi səhvlər qaçınılmaz olacaq. Nə qədər də mükəmməl valideyn olmağa çalışsanız da, nə qədər də maksimum övladınızı qorumağa çalışsanız da, mütləq bir yerdə səhv edəcəksiniz. Necə ki, biz öz valideynlərimizdə qəbul etmədiyimiz bəzi məqamlar var və qəbul etmirik ki, bunu bu cür ediblər, amma bu düzgün deyil, gərək belə edəydilər. Eyni şəkildə də biz övladlarımıza münasibətdə elə səhvlərə yol verəcəyik ki, övladlarımız da özü də, çünki dövran o qədər dinamikdir, o qədər sürətlə inkişaf edir ki, onların da bizdə qəbul etmədiyi nələrsə olacaq. Hər nə qədər də biz özümüzü müasir, çox oxuyan saysaq belə. Ona görə bəzi səhvləri özünüzə bağışlayın və övladlar olaraq, övladlara da bir şey demək istəyərdim ki, bəzən valideynlərin səhvini demirəm görməzdən gəlin. Amma başa düşün ki, onlar onu pis niyyətlə etməyiblər. Sadəcə onlar o informasiyaya açıq olublar və onların düzü o olub, ona görə bunu bizə edib. Təbii ki, valideynləri tərəfindən ciddi şiddətə məruz qalan övladlar, uşaqlar da var. Bunun heç bir təsdiqi yoxdur. Bunu heç bir şey bunu təsdiq edə bilməz. Heç bir şey valideyni haqq qazandıra bilməz ki, bunu edib. Amma ümumilikdə bəzən valideynlərimizin bu və ya digər səhvlərini onların pis niyyətindən deyil, sadəcə məlumatsızlığından irəli gələrək etdiyini unutmaq olmaz.